görüşmeyeceğim. Gelin gidelim. Üstüme bir şey alıp gelirim. Çınar, sen valideynlerini öldürmemiştin. Sen nenemi? Bəs valideynlerini öldürmemiştin. Ya ben neyse səhv başa düşmüştüm. Mecbur. Çınar elə də, belə də öldürməyi bacarır. Dayıqlardadır. Hardaydısa orada. Mazutun içində. Sen otur, ben gelirim. Gafur elədi. Sonra siz tek kaldınız. Yox, gəlmədi. Bizə göndər. Deyirəm vaxtında bu işi öyrənsəydim, indi ikimizin də başqa həyatı var idi. Mazutlu əllərlə, hə? Necəsən? Əlim mazutludur. Sağ ol, sən nə tərsin? Gəldin yenə. Axırıncı dəfə bir işim var, onu da görüm. Əssalam. Hamı bilir ki, bu işin axırıncı dəfəsi yoxdur. Olmur. Qızımın qatilini verəcəklər. Əvəzində nə istəyirlər? Danışarıq, uzun söhbət. Nəysə, qulaq as. Mənə biraz silah, biraz da pul lazımdır. Pul var, amma silahlar sənin bacının evində qarajdadır. Sən Sənəmin evində, qarajda silah saxlamısan. Başın xarabdır sənin. Heç kimin ağlına gəlməz ora. Narahat olma. Nəysə, pulu ver. Heç kimin ağlına gəlməz ora. Narahat olma. Nəysə, pulu ver. Sonra da mazut əlləri bəyənmirsən, ala. Zəng eləyəcəm. Buyur. Ne tapşır? Mən heç nə. Gafur. Düzündür. Çınar. Ağıl ol. Burada ol. Nəyin boş, nəyin dolu olmağının dərdini çəkim. Dini. Boşalt ürəyi. Gəl danış onunla. Tök zəhərini. Boşalt ürəyini oğlum. Bir oxşar
Mən isə bəd. Hər şeyi eşitdim. Bu bizim fərqli tərəflərimizdir. Səninlə bir oxşar cəhətimiz var. İkimiz də ata qayğısından məhrum olub. Bu səni qəddar eləyir, mən isə bədbəxt. Rahatlaşdın. Hər şeyi eşitdim. Mən sənsiz bilirsən nə öyrəndim. Mən sən... Bir tikan çıxırdı. Özümə söz verdim ki, övladım olsun. Ya sen ölerdin. Geç vaxt. Ne? Dərəm. Sen niye başa düştün? için